Hər birinizi xoş gördük əziz izləyicilər, əziz imtahan verəcək 11-ci siniflər. Bugün sizlərlə 15 mart imtahanına düşə biləcək mövzulara baxacağıq. Bəs bu qənaətə hardan gəlmişik? Bəzi mövzular vardır ki, hər il imtahanda yer alır. Amma 9 mart imtahanında necə deyirlər, o sualların bəzilərinə yer verməmişdilər. Bu o deməkdir ki, böyük ehtimalla 15 martda bu suallarla biz qarşılaşacağıq. İndi gəlin baxaq görək bu mövzular hansılardır. Birinci növbədə hər il imtahanda yer alan çoxluqlar mövzusu. İkinci növbədə 9 martda salınan ədədi silsiləyə nəzərən deyə bilərik ki, həndəs silsilə. Trigonometriya hər il düşür. Trigonometrik tənlik qəribə bir formada 9 marta bir dənə belə trigonometrik tənlik sualı düşməmişdi. İndi bu mövzuya baxacağıq. Sonra vektorlar və kompleks ədədlər. Eyni şəkildə hər il düşən kompleks ədədlər mövzusu da bu il buraxılış imtahanına düşməmişdi. O zaman biz nə etməliyik? Bu 6 mövzunun qaydalarını təkrarlamalıyıq ki, əgər buradan bizə sual gəlsə, rahatlıqla cevablaya bilək. Başlayaq çoxluqlar mövzusundan. Ümumiyyətlə, çalışacağım ki, izahları qısa verim, çünki vaxtımız çox azdır artıq. Çoxluqlar bilirik ki, nəyə deyilir? Eyni cinsdən olan əşyalar yığımına çoxluq deyilir. Burada biz əsasən nəyi bilməliyik? Artıq sizə ətraflı izah verməyəcəm. Qısa qeydlərdən sadəcə əsas yerləri izah edərək gedəcək. Bu A çoxluğunun elementidir, NA. Boş çoxluq heç bir çoxluğu olmayan çoxluqdur. A daxildirsə B-yə, A çoxluğu B-nin alt çoxluğudur. Yəni bu nə deməkdir? A-dan götürdüyümüz hər bir element B-də də var. Tutalım A 1, 2, 3. Belə yazıram hətta. B-yə 1, 2, 3, 4. A-dan nə götürsək görürük ki, B-də də var. Deməli, bu birləşmə deməkdir, bu kəsişmə deməkdir. Bunları bilirik yəqin ki. N elementli çoxluğun bütün alt çoxluqlarının sayı 2 üstü n üstü ilə təyin olunur. Bunu da bilirik. N elementli çoxluğun bütün k elementli alt çoxluqlarının sayı kombinizon n-dən k ilə tapılır. Kombinizon düsturunu da yəqin ki bilirik. Bu A-nın B-yə tamamlayıcıdır. Yəni A çoxluğumuz B olmağı üçün nələr lazımdır? Bunu necə tapırıq? A-nın B-yə tamamlayıcısı B çıxılsın A-dır. B ilə A çoxluğunun fərqidir. Yəni xassələr. A ilə B-nin birləşməsi B ilə A-nın birləşməsinə bərabərdir. Bu sizə nə kimi sual olaraq qabağınıza çıxa bilər? Belə bir şey kimi. A birləşmə B. Hətta elə burada verilib. Bu şəkildə suallarda qarşınıza çıxa bilər imtahan suallarında. Xassələri ona görə bilmək lazımdır. A birləşmə B birləşməsi bərabərdir A birləşmə B birləşmə C. Sonra A ilə A-nı birləşdirsək, bilirik ki, birləşmədə fərqli olan elementlər, yəni həm eynilərdən birini seçməklə fərqli olan elementləri bir yerə yığırıq. A çoxluğu ilə A çoxluğu bütün elementlər eyni olduğu üçün hər birindən bir dənə götürəcək, o da yenə A çoxluğunu verər. A çoxluğu ilə boş çoxluğu birləşdirsək, elə A çoxluğunu verər. A B-yə daxil olarsa, A ilə B-nin birləşməsi B-ni verər. Çünki bayaq dediyimiz kimi A-ya daxil olan bütün elementlər B-də də olduğu üçün bunların birləşməsi ilə B daha çox olduğu üçün B-ni verər. Deməli, buradan nələri bilməliyik biz əsas? Deməli, kəsişmənin xassələri. Yenə eyni qaydada bunlar sadə xassələrdir. Bilməli olduğunuz düsturlardan ən əsaslardan biri budur. İki sonlu çoxluğun birləşməsinin elementləri A birləşmə B bərabər olur. A çoxluğunun elementlərinin sayı plus B çoxluğunun elementlərinin sayı çıxılsın A kəsişmə B-nin elementlərinin sayı. Bunu iki dənə diaqram çəkərək bir çox şeyi izah edə bilərik. Bu dediyimiz düstur, yəni buradakı elementlərin bütün sayı. Tutalım ki, X, Y, Z sayda element var. Bu çoxluğun birləşməsi nə olacaq? X plus Y plus Z. Bəsək ki, A çoxluğumuz nədir? X plus Y. B çoxluğumuz nədir? Y plus Z. Bunu X plus Y plus Z eləmək üçün nə lazımdır? Bir dənə Y, yəni kəsişmədən çıxmaq lazımdır. Bununla bu gedəcək, yenə yuxarıdakı ifadə alınacaq. Bu buradan gəlir. Çoxluqların çıxılması. Bir dəqiqə bunu necə edək? Gəlin, laf belə edək. Baxın, tutalım ki, A çoxluğundan B çoxluğunu çıxmaq istəyirəm. B çoxluğun çıxdıqda hansı hissə çıxılacaq? Bu hissə. Bu hissə çıxıldıqda yalnız hara qalacaq? Yalnız qalacaq bu hissə.
Yəni y yazdığımız hissə qalmayacaq. O B çoxluğuna gedəcək. Həmçinin B-dən dağına çıxdıqda yalnız bu hissə qalacaq. Bu da çıxılması idi. Sizə əsas imtahanda elə bilirəm ki, bu imtahanda lazım olacaq şeylər fiqurlardan düsturları çıxartmaq olacaq. Yəni necə? Baxın, tutalım ki, bizə deyəcək ki, məsələn, deyəcək ki, bu hissəni xarakterizə edən düsturu tapın. Baxırıq ki, bu hissə nə deməkdir? A, B, C olsun. Bu hissə görürük ki, B ilə C-nin kəsişməsidir. B ilə C-nin kəsişməsidir. Lakin buradan nəyi çıxıblar? Görürük ki, A-nı buradan çıxıblar. O zaman çıxılsın A. Bu şəkildə düsturların çıxarılışını bu imtahanda istəyə bilər. Çoxluqlar mövzusundan qeydlərimiz bu qədər idi. Keçdik həndəsi silsiləyə. Bilirik ki, keçən imtahan ədədi silsilə düşmüşdü. Bu imtahanda həndəs silsilə də düşə bilər, sadəcə ardıcıllıq da düşə bilər. Sadəcə ardıcıllıq düşsə çox sadə. Bilirik ki, məsələn, 1-i istəyər, 1-i verər, 5-i istəyər, eni yerinə qoyub hesablayarıq. Həndəs silsilə düşsə qaydaları, düsturları bilməliyik. Biz burada nəyə bilməliyik? Həndəs silsilə nədir? Onu bilirik. Hədləri sıfırdan fərqli olan ədədi ardıcıllıqda. İkincidən başlayaraq hər bir hədd özündən əvvəlki həddlə eyni bir ədədin hasilinə bərabər olarsa, belə ardıcıllığa həndəs silsilə deyilir. Burada B1 birinci həddi, B-in eninci həddi, bunları bilirik. N-dəki sıranın nömrəsidir. Q silsilə vurğudur. SN-dəki ilk n həddin cəmidir. Əgər ki, Q böyükdür 0, B, daha doğrusu Q böyükdür 1, B böyükdür 0 olsa, həndəs silsilə artır. Q böyükdür 1, B kiçikdir 0 olsa, həndəs silsilə azalır. Q 0 ilə 1 arasında B isə müsbət olduqda həndəs silsilə yenə azalır. Q kiçikdir 0 olarsa, silsilənin nə artan, nə də azalandı. Q bərabərdir 1 olduqda da sabit həndəs silsilədir. O da ki, stasionardır deyirik. İndi əsas sizə lazım olacaq şeylər düsturlardır. Deməli, n-ci həddin düsturu nədir? B-in bərabərdir B1 vurulsun Q üzərində n-1. Yəni B9 bərabərdir B1 vurulsun Q üzəri 8. Keçən imtahanda yəqin bilirsiniz. A18-i vermişdi, onu açmaq lazım. Bir də onu yazmışdıq. A1 plus 17-dir, məsələn. Burada məsələn tutalım sizə verəcək B8. Onu necə açacaq? B1 vurulsun Q üzəri 8-dən 1 çıxdıqda nə qalır? 7. Yəni bu şəkildə. Həndəs silsilədən söhbət gedirsə, artıq vurmalar işə düşəcək. N-ci həddin digər bir düsturu. M B-in bərabərdir. Bilirik ki, bu n-i verməlidir burada yazdığımız. Məsələn, BK və yaxud da belə yazsaq başınız qarışacaq. B8 bərabərdir. B4 vurulsun Q üzəri neçə olmalıdır ki, bu burada necə deyərlər? Cəmi 8 versin. Əlbəttə ki, 4 olmalıdır. Bu da belə. Sonra deməli, nələri bilməlisiniz? Q-nun düsturu, yəni silsilə vurğunun düsturu n-ci hədlə n-1-ci hədd. Məsələn, B8-i bölsək B7-yə, bunların açılışından zaten bilirik ki, B1 vur Q üstü 7, B1 vur Q üstü 6. Bu bizə elə Q-nu verəcək. Bunlar belə. Sonra əsas nəyi bilməlisiniz? Baxın, bu vacib düsturlardandır. M plus M bölü 2 bərabər olarsa K-ya silsilə həddində. Silsilənin nömrələri. O zaman BK-nın kvadratı bərabər olur B-in vur B-in. Yəni, B5-in kvadratı bərabər olur B3 plus B7. Çünki 3 plus 7-nin yarısı neçə eləyir? 5. Deməli, B5 kvadratı B3 vur B7-dir. Və yaxud da ki, B2 vur B8-dir. Cəm düsturunu bilməlisiniz. İlk həddin cəmi SN bərabərdir. B-in vur Q minus B1 bölünsün Q minus 1. Bunu. Bir dəqiqə görək digər formasını veriblər mi? Baxaq. Bəli, veriblər. Bəli, veriblər. Buradadır. Dedim əldən yazaq, amma ehtiyac yoxdur. Burada qeyd ediblər. B1 vurulsun Q üstü n-1 bölünsün Q üstü n. Bu düstur daha çox istifadə olunur, gənclər. Bunu bilməlisiniz. Əgər sonsuz həndəs silsilənin cəmi düsturu deyirsə, o zaman B1 bölünsün 1 minus Q olur. Bu düsturları bilməyiniz kifayətdir. Əsas yerlər bunlardır. Burada da saxlayayım. Baxın, misal nümunələri vardı. Bunlara da baxa bilərsiniz videonu dayandırıb.
Gəldik trigonometriyaya. Fikrimdə belə düşündüm ki, trigonometriyadan bu il düşəcək suallar toplama teoremləri və ikiqat arqumentlə bağlı ola bilər. Ona görə də toplama teoremlərini bilməliyik. Sinüs alfa plus beta. Sinüs alfa kosinüs beta plus kosinüs alfa sinüs beta. Sinüs alfa minus beta. Sinüs alfa kosinüs beta. Kosinüs alfa sinüs beta. Bu şəkildə kosinüs alfada alfa plus betada bilirik ki, birinci tərəf kosinüslər, ikinci tərəf sinüslər olur. Toplamadsa çıxma olur kosinüsdə, çıxmadsa toplama olur. Tangens alfa plus beta düsturlar bu şəkildədir. Gəldik ikiqat arqument düsturlarına. İkiqat arqumenti burada mən sizə deyə də bilərəm və yaxud da ki, ikiqat arqumentlə çıxarılışını sizə deyim. Əgər bu düsturları bilirsinizsə, betanın yerinə bir dənə də alfa yazırsınız. Sonra gətirib buradakı betaların yerinə alfa yazırsınız. Görürsünüz ki, ikiqat arqument düsturlarının hamısı çıxır. Bu şəkildə, yəni çətin bir şeylər yoxdur. Gəldik trigonometrik tənliklərə. Mənim ən heyrətə gəldiyim şey o idi ki, imtahanda bir dənə belə trigonometrik tənlik sualı düşməmişdi. Gəlin o zaman bu imtahanda işimizi qarantiyə alaq. 90% düşə bilər deyə trigonometrik tənliklərə baxaq. Gəlirik birinci sinüs x bərabərdir a tənliyi. Bilirik ki, a burada -1 müsbət 1 aralığındadır. A böyükdür 0-dırsa tənliyimiz bu şəkildə olur. A kiçikdir 0-dırsa tənliyimiz bu şəkildə olur. Bu tənliyin formalarını yadda saxlamaq lazımdır. Tutalım ki, xüsusi hallar gəldi. Xüsusi hallarda nə edirsiniz? Yadınızdan çıxıbsa, bunu canlı yayınlarımızda öyrətdiyimiz üsul var idi. Çevrəni çəkdiniz. Bilirik ki, x oxu kosinüs oxudur, y oxu da sinüs oxudur. İndi baxaq sinüs 1. Sinüs 1'i harda alır? Sinüs oxu budursa, sinüs 1'i alır deməli. Harda? Gəlin baxaq, gəlin baxaq. Elə burada alır, başqa da bir yerdə almır. Yaxşı, bu sinüs 1 haradır? Baxırıq ki, buradan hesablayanda 90 dərəcə. Sonra harda bir də alır? Gəlir bura. Bir dəfə də burada alır. Bəs bura neçə dəfədən bir gəlir? Görürük ki, 2pi-dən 360 dərəcədən bir gəlir, təkrarlanır. Görək yanlış bir şey etmədik ki, sinüs hara burada 1'dir. Heç bir problem yoxdur. Sinüs burada 1'dir. O zaman nə alırıq? Bura neçədir? Pi böl 2. Düzdür? Dedik nə qədərdən 1 alır? 2pi k'dan 1. Düstur görək çıxdı mı? Pi böl 2 plus 2pi k. Gördüyünüz kimi çox sadə və çox çıxarılışlı, rahat çıxarıla bilən şeylərdir. -1. -1 harda alır? Burada. Yəni, -pi böl 2-də. Üzərinə yenə pi k gəlir. Sıfırda biraz işlər fərqlidir. Sıfırda niyə fərqli işlər? Çünki sıfırı bir burada alır, bir burada alır. 0 dərəcədə aldı. Gəldi 180'də aldı. Sonra gəldi təzədən 0'da aldı. Deməli 0 da alır. Sonra hər 180'dən biri təkrarlanır. O zaman sadəcə olacaq pi k. Bu belə getdi. Gəldik kosinüs x bərabərdir a tənliyinə. A yenə burada -1 müsbət 1'dir. A müsbət olduqda ümumi forması x bərabərdir. Müsbət mənfi arc kosinüs a plus 2 pi k. A mənfi olduqda da x olur. Müsbət mənfi pi minus arc kosinüs a plus 2 pi k. Gəldik xüsusi hallarına. Eyni şəkildə yenə vahid çevrə ilə hamısını göstərmək olur. Dedik ki, kosinüs oxu bu oxu idi. Kosinüs burada 1 aldı. 1'i aldığı nöqtə 0 dərəcədir. Hardan bir gəlir? 360 dərəcədən bir gəlir, yenə 1 alır. O zaman 0 plus 2 pi k. -1'i harda alır? -1'i alır pi'də. Yəni çünki buradan pi qədər gəldikdə -1'i alır. Gəlir 2 pi k. 360 dərəcə fırlanır, yenə -1 alır. Deməli pi plus 2 pi k. Kosinüs 0'ı harda alır? Bir burada alır, bir burada alır. O zaman 90 dərəcədən bir 90 dərəcə üzərinə qaldıq 180. Yenə üzərinə qaldıq 180. Bu şəkildə alır. O zaman pi bölü 2 plus pi k. Bu şəkildə hamısını çıxartmaq olur. Bunları da ki əzbərləyirik. Arctangent x bərabərdir. Arctangent a plus pi k. Mənfi arctangent modula plus pi k. Xüsusi hallarında da 1'i alır pi bölü 4 plus pi k. -1 alır mənfi pi bölü 4 plus pi k. 0'ı da alır pi k'da. Bunlar da ki sinüs kosinüsdən çıxartmaq olur.
Kotangensdəki həmçinin. Gəldik. Bir dəqiqə görə gələ. Kompleks ədədin bərabərliyi buradan verilməli idi. Kompleks ədəd deyəsən sürüşüb dostlar. Vektorlar kompleks ədəd. Dediyim kimi bir dənə bunu ataq aşağıya. Mane olmasın bizə. Baxaq görək oldu mu? Kompleks ədəd də çox vacibdir. Bir müəllimin notlar hissəsində maksimum o qədər qayda ola bilər. Başqa nə olacaq ki? Hə, bu da dursun burada. Üzr sayın. Qrip ola bu videonu çəkirəm. Əslində bu videonu çoxdan çəkəcəkdim. Sadəcə səhhətim əl vermirdi. İndi biraz toparlanmışam deyə dedim bu günləri videonu çəkim. Necə deyirlər, bu gün olar. Deməli, vektorlar. Deməli, vektorlarda biz nəyi bilməliyik? Skalyar kəmiyyətin istiqaməti varsa bu vektordur falan. Onları çıxıram tamamilə. Əsas bizə imtihanda lazım olacaq hissələrdən danışıram. Başlanğıcı və sonu verilmiş vektorun koordinatlarını tapmaq üçün son nöqtəsinin koordinatlarından başlanğıc nöqtənin koordinatlarını çıxmaq lazımdır. Yəni A başlanğıcı x1, y1, sonu x2, y2 olarsa AB vektorunun koordinatları deməli nə olacaq? x2 minus x1, y2 minus y1. BA-nın vektorları isə x1 minus x2, y1 minus y2'dir. Burada nəyə fikir verməliyik? AB deyirsə B-dən A-nı çıxırıq. BA deyirsə A-dan B-ni çıxırıq. Vektorun mütləq uzunluğu, yəni modulu. Necə tapılır? Çox sadədir. X, y koordinatlı vektor verilibsə, onun modulu, yəni uzunluğu kök altında x kvadrat plus y kvadratlı tapılır. Yox, əgər başlanğıc və son nöqtələrin veribsə, yəni bayaqki AB vektoru kimi, bu zaman x2 minus x1'in kvadratı plus y2 minus y1'in kvadratı. Bir də üstünə gəlinsin əgər ki, 3 ölçülü fəzada verilibsə, bir də z2 minus z1'in kvadratı əlavə olunur. 0 vektorun uzunluğu 0-a bərabərdir. Əlbəttə ki, koordinatlar 0, 0-dırsa, bunun uzunluğu nə qədər olacaq? 0 olacaq. Bir də ki, vektorların toplanması, çıxılması və s. qoşmasını falan baxaq. Əstəğfurullah, vektorun qoşması oradan gəldi aklıma. Deməli, bizə verilib tutalım ki, A vektoru və B vektoru. Bunun da koordinatları nə olacaq? A'nın vektoru olacaq x1, y1, B'nin vektoru koordinatları olacaq x2, y2. Toplanması zamanı x'ləri bir toplayırıq, y'ləri bir toplayırıq. Çox sadə. Çıxılması zamanı x-dən x-i çıxırıq, y-dən y-i çıxırıq. Sabit bir ədədə vuranda hər bir koordinatı vururuq həmin ədədə. Bu şəkildə də K-nı A-ya vurub üzərinə N-i B-yə vurmasının gəlində birinci nə edirik? Vurulmasını tətbiq edirik. Sonra da toplanmasını tətbiq edirik. Çətin bir şey yoxdur. Çox sadə şeylərdir. Vektorların paralellik, yəni kollinerlik şərti. x1, y1 və x2, y2 vektorları koordinatlarla verilmiş vektorlar. Kolliner olması üçün bunların uyğun koordinatlarının nisbəti bərabər olmalıdır və bir k-ya bərabər olmalıdır. Əgər ki k böyükdürsə 0-dan, həmin vektorlar eyni istiqamətlidir. K kiçikdirsə 0-dan, əks istiqamətli olur. Eyni istiqamətli vahid vektor deyir ki, A vektoru ilə x bölünsün A-nın modulu, y bölünsün B-nin A-nın modulu. Əks istiqamətli vektorda da mənfisi olacaq. Bunlar sadə şeylərdir. Gəldik son olaraq kompleks ədədlərə. Kompleks ədədlərdən sonra bir şey yoxdur. Kompleks ədədlərdən nəyi bilməliyik biz? Ən əsası kompleks ədədin qoşmasından əvvəl birinci sadələşdirməsinə baxaq. Yəni böyük kompleks ədədləri sadələşdirməyə. Bilirik ki, bu kompleks ədəd xəyali vahid adlanan ədəddir. Yəni birinci olaraq xəyali vahiddən danışaq. Xəyali vahid kvadratı mənfi 1-ə bərabər olan yeganə ədəddir. Yəni i kvadrat mənfi 1-dir. i üstü 1 bərabərdir i. i kvadrat mənfi 1. i üstü 3, i vur i kvadrat, yəni mənfi i. i üstü 4-də 2 dənə mənfi 1-in hasili müsbət 1. Yaxşı, bəs bizə versə ki, i üzəri 1746. Bunu necə tapırıq? Dostlar, gördük ki, bir dənə də bunu i-yə vursaq, i üstü 5 olacaq yine i. 4 dəfədən bir təkrarlanır. 4 dəfədən bir təkrarlandığına görə
Qüvvəti 4-ə bölüb qalığı götürsək də bizə elə ədədi doğru verəcək. O zaman biz istənilən o i üstü n olan ədədi, böyük ədədi yazırıq i üstü 4n plus n. O da bərabər olur 4n-i atırıq. Yəni 4 qat hissəni 4-ün vuruğu 4-ə tam bölünən hissəni atırıq. Yerdə qalır bir dənə i üstü n. Burada n natural ədədlər olur. Bu qədər sadə. Gəldik kompleks ədədin qoşmasına. A minus B kompleks ədədinə A plus B-nin, yəni bu kompleks ədədin qoşması deyilir. Və Z üstü xətt bərabərdir A minus B kimi işarə olunur. Kompleks ədədin qoşmasını tapmaq üçün onun yalnız xəyali hissəsini bir dənə müsbətsə mənfi ilə, mənfidirsə müsbətlə dəyişirik. Bu qədər sadə. Burada da nümunələr göstərilib. Kompleks ədədlərin bərabərliyi. Tutalım dostlar, bizə 2 dənə kompleks ədəd verilibsə, biz bunları hansı hallarda bərabər edə bilirik? Mütləq şəkildə həqiqi hissə, yəni sadəcə ədəd olan hissəyə bərabər olmalıdır. Yəni bu A ilə C bərabər olmalıdır. Xəyali hissə, yəni i'lər olan hissələr isə bərabər olmalıdır. Yəni A bərabərdir C, B bərabərdir D şərti ödənməlidir. Kompleks ədədlər üzərində əməllərə baxaq. Tutalım ki, bizə Z1 bərabərdir A plus B-yi, Z2 bərabərdir C plus D-yi ədədləri verilib. Cəmi necə tapırıq? Bəyaqları vektorlarda olduğu kimi. A ilə C-ni bir cəmləyirik, xəyali hissələri bir. Yəni həqiqi hissələri bir, xəyali hissələri bir cəmləyirik. Fərqində də xəyali hissələri bir çıxırıq, həqiqi hissələri bir çıxırıq. Daha doğrusu həqiqi, xəyali. Hasilində isə elə necə biliriksə, müxtəsər olma düsturlarını vurub açırıq. Sadəcə bir dənə sonda i kvadrat alınığını sadələşdiririk. Oradan i kvadratı atırıq, yerine mənfi 1 yazırıq. Ondan da məsələ həll olur. Son olaraq, əgər ki kompleks ədədə sabit bir ədədə vursaq, yenə iki komponentdə, həqiqi hissəsi də, xəyali hissəsi də o ədədə vurulur. Belə əziz izləyicilər, əziz 11-ci siniflər, sizinlə imtahana düşəcəyini düşündüyüm 6 mövzunun izahına baxdıq, ümumi təkrar etdik. Ümid edirəm ki, sabahki imtahan hər kəsin ürəyincə düşər, qəşəng ballar toplayarsınız, bizə qəşəng geri dönüşlər edərsiniz. Bu keçdiyimiz tədris ilə ərzində sizə əlimdən gələn dəstəyi verməyə çalışdım. Ödənişsiz dərslərlə, WhatsApp qrupları, canlılar, ödənişsiz sınaq qrupları və s. Ümid edirəm ki, bir faydamız toxundu. Sabahki imtahanda da sizə bol-bol uğurlar arzu edirəm. Sağ olun, növbəti videolarda görüşmək üzrə. Sağ olun, Allah'a emanet olun.